heç bir halda ya polis, ya prokurorluq, istənilən halda prezident administrasiyası fərqi yoxdur. Heç bir dövlət qurumunun qarşısında göz qırpıq jurnalistika ilə məşğul olmaq istəmirik. تغییر رپورتاژون کاروپسیا اوترکارده ایان آزابیجون دبا اجتماعی مروخ اما وارد مجرون رشنه گتی نزونه با ابزاس مدیا پلتفرمی و اینا رپرسیا بینوبا. Ülvi. Zorakılıq eləyiblər Ülvi. Noyabr rivistədə Abzasa Media Online nəşri rəhbər Ülvi Həsənli iyan sər-redaktor Sevinç Vaqifqızı həbsə karda və çavun əleyhçə ORCM 26.3.d maddəna ittiham təyin karda ba. Biz açıq sözümüzü, düzgün hesab etdiyimizi etməklə davam edəcəyik və bildirmək istəyirik ki, onların deməli, Ülvi Həsənini saxlamaqda və ona qarşı saxta ittiham sürməyə çalışmaqda məqsədləri odur ki, Abzas Medianın fəaliyyətini dayandırsınlar və bundan sonra ölkədə baş vermiş korrupsiya cinayətlərini açığa çıxaran, ortaya çıxaran jurnalistlər olmasın, media qurumları olmasın. Noyabr riviste iyədə ki, Xətai rayoni məhkəmə Sevinç Vaqifqızı barədə Semang Vistan Əvrüş, Ülvi Həsənli barədə Çuman qəti həbsə tədbir təyiniş karda. Ofisə gələndə də Ülvi bildiribdir ki, özləri qoyduqları şəkildə şkafın lap yuxarı hissəsinə qoyduqları şəkildə o başqa otaqda olanda şkafın üstündən həmin o 40.000 avronu çıxarıblar və deyiblər ki, güya ki, bizim ofisdə 40.000 avro pul olub. Çavun hardakas ittihamın rədd kardan iyan vut edən ki, həbs çavun peşəkurav fəaliyyəti iyan Abzasa Mediada dərcə və korrupsiya otır kardin alıqadoyu. Biz ölkə prezidentinin ailə üzvlərinə məxsus şirkətlərin Qarabağda necə qeyri-şəffaf mexanizmlərlə layihələr qazandıqlarını və o pul dövlət büdcəsi hesabına orada iş görüb və gəlir əldə etdiklərini sübut etmişik və bu da təbii ki, gözlənilən şəkildə onları qıcıqlandırıb. Noyabr rivistədə Malkiya şəxsun Abzasa Media rəhbəri müavin Məhəmməd Kekalovi dezü kaykube kardaşonu və çay əleyh cinayətə kol karda ba. Am həxədə dalan tünəkon nazirəti mətbuata katib Elşad Hacıyevi da rüjbə peşdə və vəkil Revşana Məlikova məlumat rüşduva. Norveç Helsinkiya Komitə Azərbaycanı hökuməti və Səbəsoja Media əleyh davam karda represiyan damandovniyero çə Abzasa Media qata və jurnaliston badovero heli kardaşı. Jurnalistonluğu da Komitə Azərbaycanı hökuməti çə Abzasa Media rəhbər Ülvi Həsənli iyan sər-redaktor Sevinç Vaqifqızı ozod kardero çə Həsənli da şambarıji kojğogina və müavin Məhəmməd Kekalovi konvarada bey bəyon kardero heliş karda. Redaksiya ittihamın rəddəş karda am hadison çə Abzasa Media Azərbaycanı prezidenti İlham Əliyevi avludun iyan dövlətə məmurun korrupsiya faktun əluqadı otur karda səbəbinə xisos təkiz oxuş karda. Abzasa Media tərəfi kopevloba video rəsmun əsas Həsənli bu vakardakı polis amko pesuxtero püli ışdan və ofis nuaşı. Biz daha çox araşdırmalara köklənmişik və biz Qarabağda və ümumiyyətlə Azərbaycan ərazisi daxilində harda korrupsiya cinayətləri varsa, bunu aşkara çıxarıb yayınlamaqdan ibarətdir bizim işimiz. Eyni şəkildə də məhkəmə araşdırmaları eləyirik ki, vəzifəli şəxslər korrupsiyada ittiham olunduqları halda, məhkəmə salonlarında onların adları çəkildiyi halda onlar nəyə görə məsuliyyətə cəlb edilmirlər. Abzasa Media da həzodavu çomina sorik ojeğo, Səbəsoja Media iyan mətbuata ozudəti dastan və inə Kali Reydun, həbsun, cinayətə otur karden Kubapeşdə, məmləkət adamanda Nodirə Səbəsoja nəşrına da qılayı. Biz bildiririk ki, Ülvi Həsənli ya mən, ya istənilən birimiz həbsdə olduğumuz halda belə bu işi davam etdirənlər var və düşünməsinlər ki, tək-tək şəxsləri həbs etməklə bu araşdırmaları dayandıra bilərlər. Bu baş verməyəcək və biz onları məyus etməyə davam edəcəyik.